Əzizimiz Röya xanım, Ya. mən səni təbrik edirəm o Kan festivalındakı iştirakına görə. Əlbəttə bu bizim musiqimiz üçün lazımdır, bizim ölkəmiz üçün lazımdır. Sən özünü təbii ki, xalqımızı, musiqimizi təmsil edirsən orada. Əlbəttə hər zaman ulduzlar orada çıxışa gəliblər və bu il də bunu sən eləmisən. Biz səni dəstəkləyirik və hər zaman uğur səninlə olsun, hər zaman bax belə zirvədə olasan. Elçin müəllim, əslində Kan festivalında film rejissorları, prodüserlər, müğənnilər gedir. Amma mən baxdım internetdə Türkiyənin məşhur müğənniləri Sima üçün gedirlər. Onlar orada o nominasiyada mükafat almırlar. Amma bir gün ola bilər başqa bir muğam ifaçımız da gedər. Yəni burada pis nə var ki? Yəni Azərbaycanlı da gedib ora qırmızı xalçadan keçib dəvət alınıb bir şirkət tərəfindən. Yəni burada qəbahət nə var ki? Əvvəla Röya xanım bizim respublikamızın xalq artistidir. Xalqımızın çox sevimlisidir. Və estradamızın sevilən, seçilən bir ifaçısıdır. Və düşünürəm ki, elə Röya xanımın orada iştirak etməyi, yəni bir gözəl sənətkar kimi, gözəl bir musiqiçi kimi tam yerindədir və elə özü demişkən öz sənəti ilə, ürəyi ilə, səsi ilə bugün bu mərtəbələri qazanmış, zəhmət çəkmiş bir insan. Çünki biz illərdir, biz hər üçümüz Röya xanımla münasibətimiz var, yoldaşlığımız var və mən bilirəm ki, o doğrudan bu zirvələrə addım-addım zəhmət gücünə hesabına gəlib çatıbdır. Təbrik edirəm, uğurların daha çox olsun. Mən bir şey demək istəyirəm ki, təbii ki bu film festivalıdır. Mən arzulayardım ki orada bizim filmlərimiz geçsin. Bunu günaha kimdədir ki? Bizim rejissorlarımız da, təbii ki film çəkənlərimiz də. O geçsinlər də, aparsınlar. Ürəkdən arzulayırıq ki o gün olsun ki bizim Kan festivalında bizim rejissorlarımız da, təbii ki film çəkənlərimiz də. O geçsinlər də, aparsınlar. Ürəkdən arzulayırıq ki o gün olsun ki bizim Kan festivalında bizim rejissorlarımız, aktyorlarımız çıxış eləsinlər. Amma bizim Röyanın oraya getməyin kimi özü üstdən bir zərəri var ki. Elnur müəllim, zərər varmı? Bugün bax aqressiv belə çıxışlar, yəni söhbət cəmiyyətdən gedir ki, bəzən Kan deyəndə yalnız film deyirlər. Sizlər də olub ki, o qədər möhtəbər tədbirlərdə olmuş ki, yəni siyasi tədbirlərdə. Onda desinlər ki, orada yalnız siyasətçilər olmalıdır. İndi Mənsur müəllimin sənəti müqayisə olunmaz sənətdir. Amma bu bir gənc estrada müğənnisinin də bir uğurudur. Əlbəttə fəxrdir. Mən də fürsətdən istifadə edib əzizimiz, gözəl sənətkarımız Röya xanım ürəkdən salamlayıram. Xətri hər birimiz üçün əzizdir, dəyərli müğənnimizdir, ürəkli ifaçımızdır. Uğurlar arzulayıram. Doğrudan da sənəti də gözəldir, Röya xanımın xasiyyəti də gözəldir. Bundan sonra da yaradıcılığında uğurlar arzulayıram. Həyatı hər zaman işıqlı olsun. Salih bəy, illər və o bayramdan zövq alır. Röya da Azərbaycan adından nə gözəldir ki, bu bayramda bir Azərbaycan qızı olaraq çıxış elədi. Əzizim, öndəsən, hər zaman sevimlisən, belə də sükanı saxla. Nə qədər danışılsa, nə qədər deyilsə, xalqın içindəki Röya məhəbbətinə heç vaxt xələl gəlməyəcək. Uğurlar sənə əziz. Fəxrdir. Mən də fürsətdən istifadə edib əzizimiz, gözəl sənətkarımız Röya xanım ürəkdən salamlayıram. Xətri hər birimiz üçün əzizdir, dəyərli müğənnimizdir, ürəkli ifaçımızdır. Uğurlar arzulayıram. Doğrudan da sənəti də gözəldir, Röya xanımın xasiyyəti də gözəldir. Bundan sonra da yaradıcılığında uğurlar arzulayıram. Həyatı hər zaman işıqlı olsun. Salih bəy, illərin peşəkar aparıcısısınız. Niyə Kan festivalı deyəndə düşünürlər ki, yalnız orada rejissorlar, aktyorlar, film aktyorları olmalıdır? Yəni düşüncə bu cürdür, bura qədərdir deyə belə düşünülür, kobud səslənsə də. Amma bu bir sənət bayramıdır. Bu bir incəsənət hadisəsidir və bu hadisədə sənətə bağlı olan hər kəs, konkret rejissor olmayan adam belə iştirak edə bilər. Bu bir bayramdır. Eurovision'da bəyəm yalnız müğənnilər iştirak eləyirmi? Müxtəlif sənət sahibləri gəlir və o bayramdan zövq alır. Röya da Azərbaycan adından nə gözəldir ki, bu bayramda bir Azərbaycan qızı olaraq çıxış elədi. Əzizim. Mənsur müəllim ilə görüşmüşkən, iyunun ayının 6-sı Heydər Əliyev Sarayında ilk dəfə olaraq Leyli Məcnun tamaşası sizin və bizim Respublikamızın xalq artisti Nəzakət xanımla bir yerdə tamaşamız baş tutacaq. Və Tolik, mən təşəkkür edirəm. Var olun müəllim. Bütün xalqımız bilir ki, mən bu tamaşanı artıq bir neçə müddətdir ki, gənclərə vermişik. Biz ildə bir dəfə bir ustad dərsi kimi tamaşaçıların çox saylı istəklərinə görə biz ildə bir dəfə Nəzakət xanımla bu tamaşanı oxuyuruq. Amma bu dəfə baxdıq ki, tamaşaçılar daha çox gəlmək istəyir və ona görə biz o xahişi nəzərə alaraq operanın rəhbərliyi bunu ilk dəfə Heydər Əliyev Sarayına saldı
ilk dəfədir ki, bu Heydər Sarayında bu əsər olacaq. Mən tamaşaçılara dəvət edirəm, qaçırmasın, çünki da növbətçisi yoxdur. Mənsum müəllim, Allah sizi qorusun, amma 65 yaşında canlı Məcnunu icra eləmək doğrudan da çox çətin və çox məsuliyyətlidir. Yəni kənardan çox rahat görsənir əlbəttə ki. Bu bəli. Mən ildə bir dəfə bu tamaşanı oxuyuram. Biz meydanı gənclərə vermişik. Və tamaşaçılara da dəvət edirəm ki, çünki bu tamaşanın bizim ifamızda ikincisi olmayacaq. Çünki meydan gənclərində. Amma düşünürəm ki, bu canlı ifanı qaçırmasınlar. Nəzakət xanımla birgə biz sizi Heydər Sarayında gözləyirik. Və Elçin müəllimlə Elnur müəllim də oradadılar. Həyəcanlısınız, çünki sarayda olduğuna görə. Əlbəttə ki, çox böyük bir bizim hamımız üçün çox gözəl bir saraydır Heydər Əliyev sarayı və inşallah bütün tamaşaçıları ora dəvət edirik. Gəlin, çox maraqlı olacaq. Tolik, Bəli. Belə deyək də, opera teatrı kimi böyük bir məbədgahda çalışmaq böyük qürurdur. İnanıram ki, heç şübhəm də yoxdur ki, iyunun 6-sı gözəl bir tamaşa olacaq. Mənsum müəllim, mən əminəm ki, doğrudan da illərləndir o birinciliyi əldən verməmisiniz də. Çünki niyə? Çünki ildə bir dəfə 3 saat canlı ifa eləmək çox çətindir. Allah sizi qorusun. Nəzakət xanımla sizə bundan da böyük uğurlar inşallah. Təşəkkür edirəm, hər kəsi gözləyirəm. Əzizimiz Röya xanım, Ya. mən səni təbrik edirəm o Kan festivalındakı iştirakına görə. Əlbəttə bu bizim musiqimiz üçün lazımdır, bizim ölkəmiz üçün lazımdır. Sən özünü təbii ki, xalqımızı, musiqimizi təmsil edirsən orada. Əlbəttə hər zaman ulduzlar orada çıxış edirlər və bu il də bunu sən eləmisən. Biz səni dəstəkləyirik və hər zaman uğur səninlə olsun, hər zaman bax belə zirvədə olasan. Elçin müəllim, əslində Kan festivalında film rejissorları, prodüserlər, müğənnilər gedir, amma mən baxdım internetdə Türkiyənin məşhur müğənniləri sima üçün gedirlər. Onlar orada o nominasiyada mükafat almırlar. Amma bir gün ola bilər başqa bir muğam ifaçımız da gedər. Yəni burada pis nə var ki? Yəni Azərbaycanlı da gedib ora qırmızı xalçadan keçib dəvət alınıb bir şirkət tərəfindən. Yəni burada qəbahət nə var ki? Əvvəla Röya xanım bizim respublikamızın xalq artistidir. Xalqımızın çox sevimlisidir və estradamızın sevilən, seçilən bir ifaçısıdır. Və düşünürəm ki, elə Röya xanımın orada iştirak etməyi, yəni bir gözəl sənətkar kimi, gözəl bir musiqiçi kimi tam yerindədir və elə özü demişkən öz sənəti ilə, ürəyi ilə, səsi ilə bu gün bu mərtəbələri qazanmış, zəhmət çəkmiş bir insan. Çünki biz illərdir, biz hər üçümüz Röya xanımla münasibətimiz var, yoldaşlığımız var və mən bilirəm ki, o doğrudan bu zirvələrə addım-addım zəhmət gücünə hesabına gəlib çatıbdır. Təbrik edirəm, uğurların daha çox olsun. Mən bir şey demək istəyirəm ki, təbii ki, bu film festivalıdır. Mən arzulayardım ki, orada bizim filmlərimiz geçsin. Bunu günaha kimdədir ki? Bizim rejissorlarımız da, təbii ki, film çəkənlərimiz də. O geçsinlər də, aparsınlar. Ürəkdən arzulayırıq ki, o gün olsun ki, bizim Kan festivalında bizim rejissorlarımız